Neçə yaşında olursansa ol, yaşın fərqi yoxdur qızım. And olsun Allaha elə cavanlar var, bəlkə mən heç elədiyim risk eləyə bilməz. Mən yola çıxmağı laf rahat bilirəm ki, ayağını basasan, qaza getdin. Avtomobil idarə etmək 65 yaşlı Fəridə xanımın uşaqlıq arzusu olub. Bu istəyə gənc yaşlarında nail ola bilmədiyi üçün övladları arzusunu ömrünün bıçağında reallaşdırıb. Peşəkar sürücü olması üçün onu təlimə yazdırıblar. Fəridə xanım deyir ki, ilk dəfə sükan arxasına keçdikdə həm sevincli, həm də çox həyəcanlı olub. Avtomobillərə böyük marağı olduğuna görə yol hərəkəti qaydalarının bir çoxunu elə ilk dərsdə öyrənib. Bax, birinci dəfəyə sürdüm onu mən. Otdum rolun dalında. Qəşəkcə də sürdüm, ilk dəfə olsa da 40-45 dəqiqəlıq yol maşın sürdüm. Doğrudan da çətin gəlmədi. Avtomat var, mexanika var, qızım. Mən avtomat maşınları rahat sürə bilirəm. Elə bilirlər, siftələr maşın sürmüşəm. Ancaq valla sürməmişəm. Heç kimə də inandıra bilmirəm. Onun sözlərinə görə bu yaşda sürücü olmaq istəyi ətrafdakılar tərəfindən heç də bir mənalı qarşılanmayıb. Mənim həmyaşlarımın hərəsi bir fikirdədir. Bax, kimisi belə pis baxır, hələ. Kimisi o qədər yaxşı baxır. Görsən, hərə bir söz yazır. Heç də yaşımıza görə bu qəbahət bir şey deyil. Həmyaşıtlarıma onu deyərdim ki, ruhdan düşməsinlər. 7 ildir təlimçi kimi fəaliyyət göstərən Günay Əliyeva deyir ki, yaşlı tələbələri çox olsa da, Fəridə xanım kimi dərsləri tez qavrayanlar azdır. Bəzi insanlar var ki, qavraması zəifdir, onu səbrlə öyrətməyə çalışıram. Bir çoxları var ki, sürətlə gedirlər, onlara başa salıram, izah edirəm. Fəridə xanım gələn kimi oturdu, elə sürdü. Bir dəfə izah elədim, izah eləyəndən sonra hardasa 10 kilometrdir ki, getdi, gördüm ki, Fəridə xanım da artıq alınır. 65 yaşlı müsahibim sükan arxasında olarkən təhlükəsizlik kəmərini bağlamağı və yol nişanlarına əməl etməyi də unutmur. Sürətlə aram, qızım, yaxşıdır. Uzaq olsun, qəza falan olar deyin, yavaş-yavaş elə bir 50 ilə 60 ilə getməyi üstünlük bilirəm mən. Fəridə xanımın arzularından biri də özü idarə etdiyi avtomobillə işğaldan azad olunmuş ərazilərə səfər etməkdir. Bunu isə yaxın vaxtlarda reallaşdıracağını deyir. Yolunuzun daim açıq olması diləyi ilə Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.